Her vaxtınız xeyir əziz dostlar. 11 dekabr 2025-ci il. Baş Çuçnarın, baş yolka da deyirlər. Onun ışıqları yandırılır. Müqəddəs Səfiyyənin meydançasında görürsünüz burada. Böyle orada böyük Səfiyyə kompleksidir. Orada içeride çoxlu kilisələr var, abidələr var. Kiyev knyazlarının məzarlıqları var. Deməli, Çuçnardakı, bilirsiniz, Hristiyanlığın əsas yeni ilin simvoludur. Amma əslində tarixdə və Hristiyan dilində ümumiyyətcə Çuçnardan söhbət getmir. Çünki İsa əleyhissalam Kapernaumdan, Lazaretdən Qüdsə gələndə ayağının altına palma yarpaqları, daha doğrusu qanatları düzürdülər. Avropada palma olmadığına görə Katolik dünyası o cümlədən ilk dəfə olaraq gərək mən bilən, yadımda belədir ki, Almanlar ilk dəfə olaraq bu əbədi yaşıl ağacı, yəni yaşıllıq simvolu, yəni həyat simvolu deməkdir. Onu belə ilk dəfə bəzəmişdilər. O gündən bu günə qədər də yəni yolka olub yeni ilin simvolu. İnsanlar işten sonra yaxındakı ofislərdən çıxanlar yol üstü görüşürlər, söhbət edirlər, kimlərsə şəkil çəkdirir. Belə, çünki heç kəs bilmir ki, axşam nə olacaq, bu gündən sabaha nə olacaq. Amma heç kəsin də özünüz də görürsünüz ki, belə bir qayğı filan, bir keyflik yoxdur. Hamı deyir, gülür, danışır, insanlar gəlişirlər. Belə dostlar. İstediğim şeyi, yani bu günü bir yerde görək. İçeride dediğim kimi orada deməli Manamaktan baş tutmuş, üzvləri Vladimir Manamaktan böyük Ukraynalılar, Yaroslav Mudro'nun deməli məzarından tutmuş, son knyazların məzarına qədər içeride dəfn yerləri var. Bəziləri düzdür zirzəmdədir. Mən gəzmişəm, olmuşam, bilirəm nə deyirəm. Belə yüzümüzdəki Bogdan Khmelnytskinin bürünmüş deməli heykəlidir. O bir tərəfdə də Mikhailovsk, qızıl örtüklü Mikhailov Saboru. Belə Kiyev adi günlərindən birini yaşayır. Amma dediyim kimi bu raşist terrorçuları gecələr bir qayda olaraq hücum edirlər və insanlar saat 6'dır, 7 işləyib. Demək, insanlar ofislərdən çıxanlar, evə gedənlər, evdən gələnlər, yol üstü görüşənlər, görürsünüz, avtomobillərin çoxluğunu da görürsünüz. Şəhərdə qələbəlik həmişə olduğundan daha çoxdur. Çünki bayramlara hazırlıq gedir. Bu, bilirsiniz, ən vacib göstəricidir. İnsanların qürurun sındırmaq mümkün deyil. İnamların qırmaq mümkün deyil. Bu da bizim deməli mərkəzi meydanlarımızdan biri. Dediyim kimi o tərəfdə müqəddəs Mikhail kilsəsi Saboru, onun üstündəki deməli qızıl örtüktür. 1998-ci ildə yeri gəlmişkən Azərbaycan Xalq Cumhuriyyətinin 80 illik gün açılışı oldu. O bərpa elədilər. Onun vaxtında bax, buradan mən durduğum bu yerdən və buradan topu vurub 36-cı ildə patlatmışdılar. Deməli onun üzərində Mikhailin də belə deyək qızıldan belə bir nəysə bir var. Onu da o vaxt bir nəfər götürübmüş. Haradasa perestroikanın yerine qurma başlayandan sonra o gətirib qaytarmışdı Ukrayna Pravoslav Kilsəsinə və yenidən bu kilsələr bərpa edildi. Orada böyük deməli ruhani seminariya da var, daha doğrusu akademiya da var. Oradan professorlar var ki, biz onlarla dostluq eləyirik, tez-tez görüşürük. Yəni danışırıq mövzularda. Bu da bizim Səfiyyə meydanımızdır. Böyle. Ben de size yeni
ildə yeni uğura razılayıram. Hələ tezdə, amma elə belə olur da, necə olur ki? Bax, belə başlayır. O da Hyatt Rangers otelidir. Aydındır ki, otel demək olar ki, az qala böyük hissəsi hiss olunur ki, yoxdur yaşayanlar. Çünki aydındır ki, dinç dövrdə orada deməli yaşayanların sayı dəfələrlə çox olurdu. İndi insanlar yəqin görünür ki, müəyyən mənada çəkinirlər. Çünki bu raşistlərdən dostlar nə desəz gözləmək olar. Yeri də gənşər deyil. Ona görə müəyyən mənada insanlar yəqin ki, çəkinirlər. Yeni ilin günlərində, yəni bayramlar başlayanda burada kiçik yarmarkalar da olacaq, şənliklər də olacaq. Yəni heç kəs gündəlik həyatdan imtina eləmir. Belə dostlar. Təşəkkür edirəm. Yəni bu çəkilişdə məqsəd ondan ibarətdir ki, Ukraynada həyat davam edir, Ukrayna dövləti yerindədir, olub və həmişə də olacaq. Hətta gündəlik terrora baxmayaraq insanlar yaxşı bilirlər və əmindirlər ki, bu dəyanət, bu dözümlülük, bu fədakarlıq qalibiyyətin göstəricisidir. Yəni buna heç kəsin ölkədə şübhəsi yoxdur. Ona görə belə ürəkli davranış var. Ona görə silahlı qüvvələrimiz də belə qətiyyətli döyüşə bilir. Çünki silahlı qüvvələr, Ukrayna müdafiə qüvvələri də oradan da xalqın qüvvələridir. Böyük əksəriyyəti könüllü qüvvələrdir. Bunu da biləsiniz. Çünki o müharibə ürəkli getməyən neçə ağır yerə göndərilməsinin adı yoxdur. Qorxaqların orada işi yoxdur. Mən həqiqi deyirəm bunu. Yəni bir ideyası, bir dövlət sevgisi, millət sevgisi olmayanın ağır işlərin altına girməsində onlardan bir xeyir gəlməz. Sayda qaçıb dağılarlar. Deməli, ona görə bir qayda olaraq müharibə bölgəsinə özləri istəyənlər, özləri kontrakt bağlayanlar, könüllülər, belə deyək, həm də peşəkar hərbiçilər onlar göndərilirlər. Ona görə Ukrayna silahlı qüvvələri Rusiya silahlı qüvvələrindən sayıca az olsalar da, mən deməzdim ki, böyük fərq var. Sadəcə müharibə bölgəsinin, müharibə cəbhə xəttinin deməli perimetri çox uzundur. Добрий, сонечко, що це таке? Заходьте на чебуреки. Дуже дякую. А, це там, де татарка? Там, де, як його, хлопці, як звати тоді? Так, я знаю. А, бачу, я там був. Не, я кажу, як хазяїна звати, я забув. Високий такий, потужний. Да. Все, дякую, зайду. Дякую. Böyle işler əzizlərim. Çeburekiyə, burada Tatar restoranı var. Oradan endirim, kağızı da verdim. Oldu dostlar, sağ olun, salamat qalın. Görüşəcəyik. Mən istəyirəm ki, məlumatınız çox olsun Ukrayna ilə bağlı. Hələlik.